Birinci sualda yine since gördüm. Since üstəgəl keçmiş zaman. C getdi, D getdi. Başlayın. C getdi, indiki zamandı. D getdi, indiki bitmişdi. Digərlər qaldı. Digər tərəfdə siz keçmiş zaman, burada keçmiş gəlibdirsə, verb idi. Bu tərəfdə have has participle to gəlməlidir. E getdi. Trees cəmdədir. Has olmaz, have olmalıydı. A variantı. News programs 2 isim yanaşı gəlib. İkinciyə baxıram. Cəmdədir. Maçdan sonra sayılmayan gələr. A little'dan sonra sayılmayan gələr. Qaldı 1, 4, 5. Samdan sonra article gəlməz. N getdi, E getdi, Z getdi. Much interesting. Maçdan sonra areada more gələr. Qaldı D variantı. 4-də ofdan əvvələ baxıram. Piece təkdədir. Sayılan tək ismin qarşısı boş gəlməz. A varianta gedəcək. Useful samitlə başlayıbdır. N artiklı olmaz. C qaldı, E qaldı. Digər tərəfdə ofdan əvvəl friend gəlibdir. Sayılan təkin qarşısı boş gəlməz. Qalır E variantı. Information sözü gəlib. Information sayılmayandır. Sayılmayan ismi article vermərəm. A gedir, C gedir. Sayılmayan ismə miqdar sayı vermərəm. E gedir. Sayılmayan ismi cəmləndirmərəm. D variantı. Samın problemi yoxdur. Hər ikisindən işlənir. Həm cəm, həm sayılmayan. Nöqtələrdən sonra had gəlibdir. İsim gəlibdir. Yours-da S var. İsim istəmir. Hers-də S var. İsim istəmir. C, D, E variantı qaldı. Each guest. Each guest, hər bir qonaq təkdədir. Deməli, E variantı olacaqdır. His, hän. Deyə bilərsiniz, ay müəllim, bəlkə deyir verərik. Orada diqqət eləyin, hän əl bir dənədir. Əgər onların əlləri desəydi, həns olardı. 7-də cümlə təsdiqdir. Təsdiqə təsdiq verərəm. A variantı inkardır, C variantı inkardır, E variantı inkardır. Ted's a highly paid lawyer deməli. Baxın, burada görürsən article gəlibdir. Tutaq ki, fikirləşək ki, orada have olsaydı, has olsaydı, nə olacaqdı? Has'dən sonra got ya da participle to yoxdur ki, biz have has verək. Qalır cavabımız D variantı. D variantı olacaqdır. Çünki burada is a highly paid. Yüksək gəlirli bir vəkildir, hüquqşünasdır. Burada to be'dir bu, to be. To be'dən sonra peşə gəlibdir. Görürsünüz, sayılan tək isim artikldan işlənib. Biz bunu EN artiklında demişdik ki, to be'dən sonra peşə bildirən sözlər EN artiklından işlənir. Yəni D variantı. Hər cür məntiqlə gedib tapa bilərsiniz. Passivdə olan cümləni seç deyir. Bir səhvdir, cümlə sifətlə guilty, günahkar deməkdir. Sifətlə bitibsə bu cümlə məchul deyil. 2-də important. Cümlə sifətlə bitibdir. Deməli, bu cümlə məchul deyil. 3-dən 4 qalacaq E variantı. 9-dan modaldır. Having to'su yoxdur. Başlayın yenə, bilmədim. Having to'su yoxdur. Digərləri qalır. Baxıram ki, zamanlarda eynidir. Deməli, təsdiq inkara gedə bilərəm. 3 təsdiq, 1 inkardır. Tək olanı götürüb yoxlayıram. There is a lot of food. Çoxlu qida var. Yemək var, ərzaq var. Go to the market. Ehtiyac yoxdur getməyə. A variantı. Sonra nöqtələrdən əvvəl nurse gəlibdir. Tip adısı canlıdır. Canlıya who deyərəm. Which demərəm. 5'lərim getdi. Who'dan sonra isim gəlməli idi. 1'lərim getdi. 3 hər ikisində var. Nöqtələrdən sonra ay gəlibdir. Cümlə yeni şəxs əvəzliyi gəlibdir. Whom'dan sonra şəxs əvəzliyi gələr. Bir də what'u görməmişəm burada. İsim üstəgəl what olmaz. 4'üm getdi, qaldı 2-3. Baxın, biz demişdik ki, whom yazdığımız yerə who da yaza bilərik. Sətdə yaza bilərik, boşluqda yaza bilərik. Bu arada bunu da yadımıza salaq. Mübtəda xəbər uzlaşmasıdır. In söz önündən əvvəl the old veribdir. Yaşlılar isimləşmiş sifətdir. İsimləşmiş sifətdirsə
Are, were, have been olacaqdı. 205 B variantı. B. Entədən sonra boşluqdur. D, C qalır. Surprised at C variantı. Sonra 13'də. Make birinci qrupdur. Boşluq. Bağışlayın, boşluq nəymiş? Obyekt gələcəkdir. E-də V gəlibdir. B-də V gəlib. Adlı xal gəlməz iki feilin arasında. Make 1'dir. Özündən sonra to gəlməz. Zamana düşməz. Qalır D variantı. Is speaking. Birbaşa xəbər gəlibdir. Who's getdi. Who'dan sonra isim gəlməlidir. Çünki apostrof s orada who'sdursa, yəni apostrof s isdirsə, ikinci bir izə nə ehtiyac var? İkinci tərəfdə də voice səs isim gəlib. Deyə bilərsən müəllim, mən onun isim olduğunu hardan bilim? Köməkçi ilə nöqtələrin arasında əlavə söz varsa, demək o isimdir. Məsələn, ikinci tərəfdən də gedib C, E, D variantı çıxa bilərik. A qalır, B qalır. İz veribdir zaten burada. Apostrof s-ə nə gərək var? Qalır cavabım A variantı. Nöqtələrdən əvvəl house gəlibdir, məkan bildirir. Zaman bildirmir ki, when verim. Nöqtələrdən əvvəl isim gəlibsə, ismi what-la təyin edə bilmərəm. Yəni isim əvəzli üstəgəl what olmaz. Sonra baxaq görək. House təkdədir, stand yox, stands olmalıydı. Tək xəbər olmalıydı. B qalır, E qalır. Which has old E variantı doğrudur. Bəs B-də məsələ nədir? Deyir ki, divarlar ağdır. Onun divarları whose olmalıydı. B variantı. Yadda saxlayırsınız ki, whose'da problem yoxdur. Whose'dan əvvəl canlı da gələ bilər, cansız da gələ bilər. Fərq eləmir. Əsas odur ki, whose'dan sonra isim olsun. Yəni necə divarlar ağdır düzgün gəlmir də. Ev nəinki divarları ağdır. Sonra sinonimlər. Sinonimlər istəyir. Ruin korlamaq, restore bərpa etmək, conserve, preserve, bəli. Transform çevirmək, dəyişmək, iraq püskürtmək, float suyun üzündə yəni hər hansı bir mayedə hərəkət etmək, havada qalmaq, sink batmaq, ador heyran olmaq, xil müalicə etmək, heç bir əlaqəsi yoxdur, qalır B variantı.